Mən istəyirəm rahat yaşamaq yolunun birinə də işarə edeyim və bugünkü bəhsimizi bitirək. Bir hədislə istəyirəm işarə edeyim və biraz da diqqət edeyim, mənə dözün, mən bəhsi yekunlaşdıracağam. Əli əleyhissalam buyurur ki, əz-zuhdu fid-dunya ər-rahatul uzma. Deyir, ən böyük rahatlıq dünyada zahidlikdir. Zahidlik. Zahidlik nədir? Zahid deyəndə bizim gözümüzə mağarada ibadət eləyən bir kişi gəlir ki, zahid adamdır, hər şeyi tərk edib, həyatı gedib mağarada namaz qılır, saqqal uzadır. Dünyaya əl vurmayan, yox, dünyaya əl vurma deməyib. Bir dənə göstəriş tapın mənə, deyin ki, dünyaya əl vurma deyib. Belə bir göstəriş tapanməzsiniz. Bu din bilirsiniz nə deyir? Deyir, maşınla, maşın indi mini də yəni. Mini ilə ev dünya deyil ümumiyyətlə. Bu din belədir. Deyin, birinin geniş evi, keyfiyyətli mininin olması dünyadan sayılmaz ahirətdir. İsrafa yol verməmək, yersiz o bəzən filan şey filan, qoz ağacından, filan şey nəyindən yox. Geniş, səliqəli, rahat bir ev və normal bir mini dünyadan sayılmır, ahirətdən sayılır. Bu dinin sözü budur. Bu din deyir ki, qəlbindən çıxart, qəlbindən, ürəyindən. Ürəyinlə dişi, əlində olmasın demir. Əksinə deyir, əlində olsun. Olsun ki, xərcləyəsən. Qəlbində olmasın, qəlbə doldurma. Mən sizə bunu çoxdan danışmışam. Yadımdadır, məsciddə təzə vaxtı biz söhbət eləyəndə bunu danışmışam. Bir nəfər dərviş deyir, bir zahid adamın adını eşidir. Deyirlər, məsələn, filan şəhərdə zahid adam var, filan kəs. Dərviş deyir, gedim onu ziyarət edeyim, zahiddir də ondan faydalanım. Gəlir qapı soruşur, bir dənə böyük bir ev göstərirlər, geniş bir ev. Deyirlər, zahidin evi budur. Bu baxır, deyir, zahid bu evdə yaşayır, məyus olur. Deyir, da gəlmişəm bu qədər, zəhməti mədər olmasın. Görün bir ürəyimin sözlərini deyim buna. Özünü necə zahid kimi tanıtdırıb, belə bir sarayda yaşayır. Qapısını döyür, o yoxdur, evdədir, xidmətçisi gəlir. Xidmətçisi var evində, bu zahidin. Xidmətçi gəlir, nə lazımdır, mənə filan kəs lazımdır, ürəyimin sözlərim var, ona deyim. Mən eşitmişdim, bu güvə zahiddir, gəldim, vəziyyəti gördüm, qoy bir ürəyimi boşaldım ki, çıxım gedim də rahat. Qapını açır, deyir ki, keç içəri. Həmin o zahid adlanan ev sahibi ki, geniş, böyük bir sarayda evdə yaşayır, çıxır. Deyir ki, nə lazımdır sənə? Deyir, mən sənin adı başqa cür eşitmişdim, heyf mənim zəhmətimdən. Sən güya zahidsən, bu nə evdir, bu nə eşidir, bu nə xidmətçidir, bu nədir? Başlayır bunu da anlamağa. Bu da heç nə demir. Deyir, hara gedirdin? Bu çaşır qalır. Deyir ki, istəyirəm Kərbəlayı ziyarətə gedəm. Gəldim ki, səndən göyə bir xeyir dualan, bir yax nəsiyyət eşitdim, gəldim, sən də mənə peşman elədin. Deyir, hara geçsən, deyir, Kərbəlaya. Deyir, mən də gedirəm sənlə. Çıxır, qoşulur buna, gedirlər. Gedirlər, biraz yol gedəndən sonra bu dərviş deyir, mənim bir küzəm var idi, küzəm, gildəm. O qaldı orada sizdə. Deyir, qalıb, narahat olma, gedək, ziyarətə gedirik. Biraz gedir, deyir, yox, o küzəni mən çox istəyirdim. Bir dəfə, iki dəfə, üç dəfə, beş dəfə, deyir, yaxşı da, qaydaq gedək götürək. Qaydanda ama bir söz deyir, gördün ki, o boyda sarayı, evi buraxdım, heç kəsə heç nə demədim, çıxdım və bir dəfə nigaran olmadım. Bir dənə küzəm var, 100 dəfə dedim ki, o qaldı orada. Zahidlə qeyri-zahidin fərqi fəqirlikdə, zənginlikdə deyil. Zahid fəqir olar, məsələn, dünyapərəst zəngin yox, qəlbdədir ki, mənim itirsəm də heç nə yoxdur, mənim üçün önəmli deyil, mənim üçün əhəmiyyət kəsb eləmir. Zöhdü ona başa saldı, əməli şəkildə. Tələbtur rahətə fəvəcədduha fiz-zöhd. Bunu da İmam Sadiq Aleyhisselam buyurur. Deyir, rahatlıq axtardım, onu zahidlikdə tapdım. İndi bax, gələk bu sözün üstünə. Zahidlik nədir? İmam Səccaddan soruşdular ki, ağa, zahidlik nədir? Zahid kimə deyirlər? Belə cavab verdi. Burada əlavə, innə zöhd fi ayatin min kitabillahi əzzə və cəl. Deyir, zöhd Quranın bir ayəsindədir. Quranın bir ayəsi var, zöhd toplaşıb o ayədə. Diqqət eləyin, diqqət. Zöhdü Quran necə açır? İki cümlədə.
Soruşdular İmam Səccaddan, zöhd nədir? Dedi, Quranın bir ayəsi var ki, zöhd, zahidlik o ayədədir. Hansı ayə? Likeylə tə'səv alə ma fətəkum və lə təfrəhu bimə atakum. Likeylə tə'səv alə ma fətəkum və lə təfrəhu bimə atakum. Bu ayə belədir. İki cümlə. İtirdiyin şeyə təəssüflənmə, əldə etdiyin şeyə sevinmə. Və zahid budur. Zahidliyin formulu budur, düsturu budur. İtirdiyin hər şey olur olsun, təəssüflənmə. Qazandığın nə olur olsun, sevinmə. Ondan sonra varlı olursan, lap yaxşı. Nə olursan ol ondan sonra. Dünyanın malı sənin olsun, sən zahidsən. İtirdiyi və təəssüflənmə, əldə etdiyi və sevinmə. Mən sizə bir qayda deyim, kim istəmir dünyada qəmli olmağı, yersiz sevinməsin. Yersiz sevinc, yersiz qəm gətirəcək. Qaydadır. Yersiz sevinc. Yersiz sevinc qəm gətirəcək. Öldürmə də özü, bugün kefim köçdü, məsələn, qazanmışam filan qədər. Filan qədər, məsələn, işim filan yerdə müqaviləm alındı, düzəldi. Sevinmədi belə şeyə. Qazananda sevinmə, xərcləyəndə sevin. Varlı olmaq hünər deyil. Qarun da varlı idi. Quran deyir ki, cəhənnəmin dibinə getdi. Varlı olmaq üçün ona görə sevin ki, əlim asılacaq, nə qədər hacəti olanların hacətini yerinə yetirəcəm. Varlı gələndə sevinmə, gedəndə sevin, xərcləyəndə sevin ki, artıq şükrünü yerinə yetirə bildim. Şükrünü yerinə yetirə bildim. Nə qədər boş şeylərə sevinsəz, bax, mən sizə kiçik qardaşınız kimi deyirəm, nə qədər boş şeyə həyatda sevinsən, mütləq əvəzini qəmlənəcəksən, mütləq. Boş şeylərə də qəmlənəcəksən. Sən aram yaşaya bilməyəcəksən. Sən təriflədilər səni, sən üçün yaxşı oğlansan, sən filan, təriflədilər, sevindin, bil ki, burnundan gələcək o. Yersiz sevindin, burnundan mütləq gələcək, yersiz təhqir eşidəcəksən. Qaçılmazdır bu. 5 nəfər səni alqışladı, sevindinsə, mütləq və mütləq səni həyat o sevinci burnundan gətirəcək. Çünki sevincin yersizdir. İstəyirsən, rahat yaşayasan, boş şeylərə sevinmə. Bəs niyə sevinəyik? Bizi tərifləyirlər, kef eləyirik, pul qazanırıq, kef eləyirik. Bəs nəyə sevinək? Mən demirəm, qorxuram moizə kimi görsənər. Sən boş şeylərə sevinmə, sonra görəcəksən adam nələrə sevinir, özün hiss eləyəcəksən. Adam nələrə sevinir, hiss eləyəcəksən. Deməklə deyil. Mən bunu keçmişdə də demişəm, insan dərin varlıqda yox, çox dərindir, çox. O insan ki, sevincini 2 kəlmə ilə izah eləyə bilir, o sevinc nə sevincdir ki? Deyirlər, nə şadsan bugün? Elə ki, deyə bildin niyə şaddır, deməli o sevinc deyil. Sevinc odur ki, başa sala bilməyəsən nə üçün sevinirsən. O qədər dərin olsun. Çünki sən adamsan, insansan. Sən dərin varlıqsan. Sənin sevincinin səbəbini sən 2 cümlə ilə dedinsə ki, bugün cibimə pul gəlib sevinirəm, bu sənə yaraşan sevincdir. Sevinc insana yaraşan odur ki, soruşsalar, nə üçün bu şadsan, deyəsən, nə deyim sənə, necə başa salım? Səbəbini ifadə eləyə bilməyəcəyin şeylər sən sevindirməlidir. Dərin şeylər səni sevindirməlidir. Sən yersiz şeylərə sevinmə, Allah sənə rəhmət nəzəri ilə baxacaq, görürsün, ürəyində toy bayramdır. Rəhmət nəzəri ilə baxmaq nədir, mən bilmirəm. Mən deyirəm, bunları eləməyək, görək, onu görmək lazım. Mən necə deyim sizə? Özüm heç görməmişəm, eşitmişəm hələ. Heç görsəm də deyə bilməzdim. Hər şey səni oynatmasın yerindən. Biraz ağır ol. Biraz ağır ol. Xırda şeylərə biraz naz elə. Dünya sənin dalınca sürünsün. Sən həmişə arxası dünyaya ol. İmkan vermə o getsin, sən onun dalınca gedəsən. Əleyhissalam buyurur ki, ərədtuhumud dünya fələm yuriduha. Deyir, dünya onları istəyir, onlar onu istəmir. Bu dünyadakı, bilirsiniz, nə? Hiləgərdir, dalınca düşürsən, sənə naz eləyir, sən gedirsən, o dalınca düşür. Deyir ki, sən ona arxa çevir, get, həmişə gəlsin əlvə, amma arxadan gəlsin, sən də baxdırən, hə, day, sən də gəlmirsən. Bir də var etsən, sən Allah, mənim ol da,
Onda başlayırsan naz eləməyə. Qaydalar deyirəm sizə. Həmişə deyirəm, bunu gedib trening kurslarda öyrənsəz pul alacaqdılar sizdən. Mən sizdən pul zat istəmirəm. Onsuz da verən də deyilsiniz. Mən sizdən sadəcə olaraq bunları danışıram ki, faydalanasınız doğrudan da. Mənim də xidmətim bu olsun. Bu qaydaları uzun illərin mütaliəsi ilə hədislər, ayələrin içindən öyrənmişik, həyat təcrübəsindən öyrənmişik. Bu dünya onsuz da sən əlvət düşəcək, baxır necə düşəcək. Bir arxadan gəlirsən də baxırsan, deyirsən, hə, dayı sən də. Fikirləşərəm, o yenə gələcək, əl çəkməyəcək. Elə fikirləşə götür, bu demək elə işində boşluğun olsun. İşində boşluğun olmasın. İşi pul qazanmaq üçün işləmək. Kim deyir ki, adam pul qazanmaq üçün işləməlidir? Kimsə belə söz deyirsə, yalan sözdür. Adam pul qazanmaq üçün işləməməlidir. Adam Allahın sevimlisi olmaq üçün işləməlidir. Sizə alladıblar ki, deyirlər pul qazanmaq üçün ged işlə. Adam dəqiq işləməlidir, məsuliyyətli olmalıdır, işini dəqiq görməlidir. Amma pul qazanmaq üçün yox, Allahın razılığını qazanmaq üçün. Çünki Allahın xoşu gəlir işləyən adamla. Sən o müamiləni elə, pul oradan gələcək, sən onu da nazla götür. Hə, deyirən, sən də varsan burada. Mənim elə bilirdim prosesdə, elə Allahla mənəm, sən hardan gəldin? Hə, sən də varsan da gəlmirsən də götürürəm səni. Məntiqə baxın. Mən pul qazanmaq üçün evdən çıxmamışam. Mən çıxmışam ki, Allah mənə deyib ki, işləyən adamdan xoşum gəlir. Mən çıxmışam, Allahlanam, iş görürəm, dəqiq, nizamlı, intizamlı. Bu iş təbii olaraq pul gətirir. Gələndə, deyirsən, hə, sən də gəldin, hə, lap yaxşı. Gəlməyə də bilərdin, amma daha gəlmirsən də, gəl gir cibimə. Valla bax, naz eləyə onu götürəndə özün də izzətli olursan, həyatın da gözəl cərəyan eləyir. Qazancıya da əksinə müsbət təsir göstərir. Allah rizası üçün işləyənin bəyəm qazancı azalır? Yox, əksinə çoxalır, əksinə bərəkətli olur. Yersiz sevinmədiyi, yersiz qəmlənməyəsən, rahat yaşayasan. Yersiz sevinmək kiçiklik əlamətidir. Mən sizdən 1000 dəfə, milyon dəfə üzr istəyib bu cümləni demək istəyirəm. Adam yaxşı deyil bu sözü dilinə gətirsin, amma bəzən də qaçılmaz olur da, mən bunu deyim ki, Allah istəmir ki, bəndəsi üzr istəyirəm dönə-dönə düşük olsun. Vəssalam da. Deyən bir düşüklük eləməyin. Öz-üzə bir qiymət verin. Öz-üzə bir hörmət eləyin. Hər şeyi sizin üçün yaratmışam. Nə olub az gözlüklə düşmüsünüz bunun üstünə? Biraz gözü tox olun, sonra dünyaya sahiblənin ki, başqaları sahiblənməsin. Hansı başqaları? Qardaşlarımız sahiblənsin. Allahın düşmənləri sahiblənməsin ki, onu bəşəriyyətin əleyhinə çevirməsinlər. Elə qoy sizin əlinizdə olsun. Amma azgöz olmayın. Xırda şeylərə sevinməyin, şadlanmayın. Getdi əlindən təəssüflənmə, ələ-lisan deyib bir şey əlindən çıxsa, necə məndən yox idi əvvəldən. Bir şeyi istəyirdin, çatmadın, sonra heç mən istəmirəm, ümumiyyətlə. Mən niyə istəmirəm? Mən ümumiyyətlə istəmirəm. Kim dedi ki, mən filan şeyi istəyirəm? Axırda bu cümləni deyim. Buyurur ki, mömin haqqında danışır. Buyurur ki, qurratu aynihi fi ma la yazul. Buyurur ki, onun gözü nə ilə işıqlanır? Fani olmayan, həmişə qalacaq şeylər buna sevinir. Həmişə qalacaq şeylərə. Elə şeylərə sevin ki, aradan getməyəcək. Çünki aradan gedən şeyə görə sevinsin, o aradan gedəndə dəhşətli qəm gələcək ürəyivə. Stres gələcək. Heç bir psixoloq da kömək eləyənməyəcək. Niyə könül bağlamışdın ki, niyə oyla sevinirdin ki, indi o yoxdur qəmlisən? Elə şeyə sevin ki, yoxdusu yoxdur, həmişə var. Həmişə qalacaq şeylərə sevin. Müqəddəs Ərdəbili dəstəmaz almaq üçün quyuya vedrəni sallayır, qədim elə idi də. Allahın da qəribə bir kəraməti olur orada. Deyir, ləl cəvahirat çıxır bir vedrə. Deyir, ilahi, mən dəstəmaz üçün su istəmişdim. Qaytarır onu. İkinci dəfə, üçüncü dəfə. Axırda dirənir, diyanır, kişi kimi, mən su, yaxşı deyib, amma mən bunun üçün gəlməmişəm. Mən gəlmişəm dəstəmaz üçün su. Su istəyirəm. Əbədi şeyə könül bağlamışam. Ondan sonra su gəlir, dəstəmazını alır, etinasız gedir, namazını qılır. Həqiqətən də bu insan indi bizdən daha xoşbəxtdir, daha şaddır. Mərsiyədə necə deyir? Əlhəmdülillah, Zəhradır anam. Sevinməli şey budur.
Çünki analar bizdən qaçan gün Peyğəmbər buyurur ki, qızım, sən məhşərə gələcəksən, 70.000 mələyin əhatəsində, sənə deyiləndə ki, cənnətə daxil ol, sən ayaq saxlayacaqsan cənnətin qapısında, gedəcəksən balaları axtarmağa. Balaları kimdir? İmam Həsənlə İmam Hüseyin, onlar elə zaten özləri şəfaət eləyəcək. Balaları sizlərsiniz, bizləri, onları sevənlərdir, hətta onları sevənləri sevənlərdir. Bəli, könül bağlayanda Həzrəti Zəhraya könül bağlayasan, İmam Hüseynə könül bağlayasan. Sevinəsən ki, mənə bu il qismət oldu, Əyyam-ı Fatimiyyədə Həzrəti Zəhranı yad eləyə bildim. Bu şeylərə sevinəsən, görəsən onda həyat nə qədər rahat cərəyan eləyir, nə qədər lazımsız yükdən azad oluruq, lazımsız qəmdən azad oluruq. Bu bir qaydalar idi ki, sizə çatdırdım. Allah təsirli eləsin, sözümüzü, nəfəsimizi təsirli eləsin. Allah kömək olsun ki, nəhayət ki, bu eşitdiklərimizi, danışdıqlarımızı bir toplum olaraq, cəmiyyət olaraq bir yerdə həyata tətbiq eləyək. Cəmaət bizim həyatımızda imanımızın əlamətini nəhayət ki, görsün və bizim həyatımız vasitəsilə cəmaət Allahın dininə tərəf gəlsin, onda bizim əvəzimiz, əcrimiz, mükafatımız bir Allah bilir nə qədər olar. Allah deyir, bir nəfər sənin əlindən düz yola gəlsə, Peyğəmbər əleyhissalama deyir, bir nəfər düz yola gəlsə, günəşin işıq saçdığı hər şeydən üstün, yəni bütün dünyanı qoy tərəzinin bir gözünə, bir adamı sənin vasitəndən mən hidayət elədimsə, sənin bəsündür. Sən Peyğəmbərlərlə bir yerdə deyənəcəksən, çünki onların da işi hidayət idi. Sən də Allah vəsilə eləyib, hidayətə. Axırda da bunu deyim ki, söz zamanı keçib. Demirəm danışmayaq, amma sözə güc verməyək. Yavaş-yavaş əmələ güc verək. Yavaş-yavaş nümunə göstərək və nümunə vasitəsilə insanları doğru yola cəzb eləyək.